Baxaq 2021-ci ilin buraxılışdan funksiya sualına. Deyir ki, x kvadrat üstə gəlir m-6x plus 16 funksiyanın təpə nöqtəsi 3-cü rübdə yerləşir m-in hansı qiymətinə? 3-cü rübdə yerləşməsi üçün biz bilirik ki, təpə nöqtənin koordinatları, yəni m də 0-dan kiçik olmalıdır, n də 0-dan kiçik olmalıdır. Buradan da baxırıq ki, burada da m var, buradakı m parametrdir. Onda bunu m1 yazaq biz. M1 də 0-dan kiçik olmalıdır, n də 0-dan kiçik olmalıdır. M1-in düsturu necə idi? Mənfi b böl 2a. N-in düsturu da m bərabərdir. Mənfi d böl 4a düsturu ilə hesablanırdı. İndi M1-i tapsaq, M1-imiz bərabərdir. Mənfi b-imizin yerində durur m-6 bölünsün 2a. 2 vur 1. Kiçikdir 0-dan. Bunu həll eləsək, deməli, mənfi m-6 böl 2 kiçikdir 0-dan. Hər tərəfi mənfi 2-yə vursam, m-6 mənfiyə vuran işarə dəyişir. Bərabərsin işarəsi dəyişir və m də böyükdür 6-dan. Bu birincinin həlli. İndi keçək n həll eləyək. N üçün yazıram. Mənfi diskriminant böl 4-a. Mənfi diskriminantı tapsam, bu ifadədən diskriminant nəyə bərabərdir? Deməli, diskriminant olacaq m-6-nın kvadratı mənfi. Deməli, b kvadratı m-6-nın kvadratı çıxılsın 4ac. 4 vur a-mızın yerində 1, c-mizin yerində 16 durur. Bölünsün 4 vurulsun a-nın yerində 1, kiçikdir 0-dan. Bunu həll eləsəm, hər tərəfi mənfi 4-ə vursam, olur m-6-nın kvadratı çıx 64, böyükdür 0-dan. Mənfi 4-ə vurduğumuza görə bərabərsinin işarəsi dəyişdi. Böyükdür 0-dan. Bu da vuruqlarını ayırsam, m-6 çıx 8 və m-6 plus 8 böyükdür 0-dan. M çıx 14 vurulsun m plus 2 böyükdür 0-dan və bu bərabərsizliyin də 0-dan böyük yer olacaq mənfi sonsuzdan 2-yə birləşmə 14-dən deməli aşağıdan yazaq. Bərabərsinin həlli olacaq mənfi sonsuzluqda mənfi 2-yə birləşmə 14 müsbət sonsuzluq. Biz burada 2 dənə cavab aldıq. Bir aldıq ki, m6-dan böyükdür və m daxil. Bir də m-in cavabını aldıq ki, mənfi sonsuzluq. Mənfi 2 birləşmə 14 müsbət sonsuzluq. Bu iki cavabı kəsişdirsək, bu hissəni silirəm. Deməli, ədəd oxunu qeyd edək. Mənfi 2 nöqtəsi 14 nöqtəsi və bu da olsun 6 nöqtəsi. Almışıq ki, mənfi sonsuzda mənfi 2-yə 14-dən müsbət sonsuzluq. Bu bir cavabımız. İkinci cavabımız da 6 müsbət sonsuzluqdur. Və xəttlərin qoşa getdiyi yer olacaq elə neçə? 14 alınır. 14 müsbət sonsuzluq. 14 müsbət sonsuzluq. Bizə deyir ki, m-in ən kiçik qiymətini tapın. M-in ən kiçik qiyməti 14 müsbət sonsuzluğuna görə olacaq 15. Cavab oldu 15.